Allahümme salli ala Muhammed ve ali Muhammed. Allah-u Teala Quran-ı Kərimdə buyurur ki, o kəslər ki, mələklər onların canlarını alarlar. Və bu kəslər mömin, gözəl olan insanlar olur. Yəni Allahın mələkləri mömin bir bəndənin, təyyib, gözəl bir bəndənin canını alanda ona deyərlər ki, salamun aleykum, Allahın salamı olsun sənə. Udxulul cənnə bima kuntum tə'məlun. Əməl etdiklərinizə görə, yəni xeyr əməllərinizə görə cənnətə daxil olun. Allahın mələkləri özlərinə zülm edən bəndələrin canını aldıqda isə onlara deyərlər ki, sizə Allahdan silm, salam yoxdur. Həmin o kəslər deyərlər ki, mə kunna nə'məl min su. Ki, bizlər dünyada pis əməl sahibləri deyildik, pis bir iş görməmişdik. Nə üçün Allah-u Teala'dan bizə salam yoxdur, nə üçün biz cənnətə daxil olmuruq? Mələklər deyərlər ki, bəla, innəlləhə alimun bima kuntum tə'məlun. Allah sizin etdiklərinizdən xəbərdardır. Fədxulu əvvabə cəhənnəmə. Cəhənnəmin qapılarından oda daxil olun. Xalidinə fiyha, orada əbədi qalacaqsınız. Fələbi'sə məsvəl mütəkəbbirin. Allaha qarşı təkəbbür edənlərin aqibəti necə də pistir. Quran-ı Kərimin bu ayələrində Allah-u Teala mömin və kafirin ölümünə işarə edir. Əməllərinə görə Allahın can alan mələkləri mömin və kafirin canını alanda onlarla fərqli davranır. Hər bir halda ölüm hər bir kəs üçün haqdır. Həzrət Əmir əl-Müminin əleyhissalamdan gəlmiş bir hədisdə o həzrət oğlu Muhammed Hənəfiyyəni Misrə vali təyin edir və ona nəsihətlərini eləyir. Bir vəsiyyət yazır ki, Misrə daxil olanda bu şeylərə riayət elə, insanlara bu muizələri, vəsiyyəti çatdır. Həmin o vəsiyyətin, nəsihətin bir hissəsində Həzrət Əmir əl-Müminin əleyhissalam buyurur ki, ya ibadəllah, innəl mevtə leysə minhu fəvtun, fəhzəruhu qablə vuku'i. Ey Allahın bəndələri, ölüm elə bir şeydir ki, baş tutmağı labüddür. Hər bir kəsin başına gələcək şeydir. O baş verməmiş, özünüzü ondan qoruyun. Onun xətərindən özünüzü amanda saxlayın. وَأَعِدُّ لَهُ عُدَّةً. O gəlməmiş, onun barəsində hazırlıqlarınızı görün. فَإِنَّكُمْ تَرْدُ الْمَوْتِ. Sizlər ölümün hədəfisiz. Necə bir insan bir insanı izləyər, hədəf alar, nişan alar. Həzrət buyurur ki, sizlər ölümün hədəfisiz, nişanısız. O sizi haqlayacaq, labüddür. Əmir əl-Müminin əleyhissalam buyurur ki, in əqamtum ləhu əxəzəkum. Əgər o sizə tərəf gələndə yerinizdə dayansaz, onunla mübarizəyə qalxsaz, o sizi haqlayacaq, aparacaq. Yəni sənin ona qalib gəlmə şansın yoxdur. Əgər qaçsaz və in fərərtum minhu ədrakəkum. Qaçmağa da çalışsaz, harda olsa sizi haqlayacaq. Və huvə əlzəmu ləkum min zillikum. O sizə kölgəviz kimi yaxın olan bir şeydir. O sizə kölgəvizdən daha yaxın olan bir şeydir. İnsan üçün necə? Nəinki insan, həcmi olan hər bir əşyanın bir kölgəsi var da. Həzrət buyurur ki, sizin kölgəviz kimidir ölüm. Ondan belə sizə yaxındır. Əmir əl-Müminin əleyhissalam buyurur ki, əl-mevtu mə'qudun binəvasikum. Ölüm sizin alınlarınızda bərqə. Alın nəvasi
nasiyə insanın kəkilinə deyərlər. Ölüm sizin gözünüzün önündədir. Həzrət buyurur ki, və dünya tutva xəlfəkum. Dünya isə arxada qoyduğunuz şeydir. Yəni, ölüm hara getsən gözünün qabağındadır. Dünya isə hər addım atdıqca arxada qoyduğun şeydir. Yəni, hər bir addımın, hər bir saniyən, hər bir dəqiqən onun bir parçasını arxada qoyur, aparır, gedir. Əmir əl-Müminin əleyhissalam buyurur ki, فَأَكْثِرُوا ذِكْرَ الْمَوْتِ عِنْدَمَا تُنَازِعُكُمْ إِلَيْهَ أَنْفُسُكُمْ مِنَ الشَّهَوَاتِ Şəhvətlər sizi məşğul eləyəndə ölümü xatırlayın. Şəhvani duyğularınız, dünyanın həva-həvəsləri sizi ağuşuna alanda ölümü xatırlayın ki, o insanı bir növ desək, yığıb yığışdıran bir rol oynayır insan üçün. Həzrət buyurur, وَكَفَى بِالْمَوْتِ وَاعِذًا İnsan üçün muizə olmağı baxımından ölüm kifayətdir. Yəni, bir insan sadəcə öləcəyini bilsə, əmin olsa bundan, bir ömür qulağı muizə eşitməsə belə, öləcəyini bilməyi onun üçün ömürlük muizədir. Yəni, sən bu dünyada əbədi deyilsən. Sən də hamı kimi bir gün bu dünyadan köçəcəksən. Həmin o gün üçün hazırlığı gör, tədbiri gör. Həzrət buyurur ki, ölüm insan üçün vaiz olaraq, muizə edən olaraq kifayət edər. Və kânə Rasulullah sallallahu aleyhi və aleyh kəthirən ma yusi əshabəh bi zikril mevt. Peyğəmbər Əkrəm Həzrət Əli əleyhissalam buyurur. Peyğəmbər Əkrəm öz əshabına ən çox vəsiyyət etdiyi şeylərdən biri ölümü xatırlamaq. Yəni, özünü əbədi sayma. Sən Allah deyilsən ki, əbədi olasan. Kim olursan ol, nə olursan ol, hansı məqamda olursan ol. Hamı kimi sən də bir gün dünyadan köçəcəksən, fanisən. Bu dünyada nə varsa fanidir. Həzrət buyurur ki, Peyğəmbər öz əshabına daim nəsiyyət eləyəndə, vəsiyyət eləyəndə onlara ölümü çox xatırlamağı tapşırırdı. Ki, ölümü çox xatırlayın ki, ləzzətləri, şəhvətləri aradan aparsın. Həzrət buyurur ki, Peyğəmbər buyurardı ki, فَإِنَّهُ حَادِمُ اللَّذَّاتِ حَائِلٌ بَيْنَكُمْ وَبَيْنَ الشَّهَوَاتِ Ölümü xatırlamaq ləzzətləri məhv edən şeydir. İnsan hər gün xatırlasa ki, onun üçün ölüm burnunun dibindədir, artıq dünyanın ləzzətləri onun üçün bir mahiyyət kəsb eləməyəcək. Dünyanın artığının dalıca həyatını tələf eləməyəcək. Həzrət buyurur ki, ölümü xatırlamaq sizinlə şəhvətlər arasında bir pərdədir. Şəhvani duyğular, həva həvəsiniz sizi ağuşuna alıb, uçuruma doğru aparanda ölümü xatırlamağın sənə kifayət eləyər ki, mən bir gün öləcəm, mən bir gün dirilib Rəbbimin qarşısına gətiriləcəm və etdiyim hər bir şeyin barəsində məndən haqq hesab olunacaq. Bunu daim xatırlayan insan şəhvətinin, həva həvəsinin onu sürüklədiyi uçurumdan nicat tapmağa qadir olan insandır. Və illa həva həvəsinin, nəfsinin, şəhvani duyğularının əsiri olduğu təqdirdə həmin o duyğular onu uçuruma aparacaq. Əmir əl-Müminin əleyhissalam buyurur ki, ya ibadəllah, ma ba'dəl mevti limən la yuğfəru ləh əşəddu minəl mevt. Ölümdən sonra gələn mərhələ bağışlanmayan insan üçün ölümdən daha ağır mərhələdir. Bağışlanmayan insan üçün ölümdən sonra gələn ölümdən daha şiddətli, daha çətin, daha ağırdır. Nədir o? Əl-qəbr. Qəbr, qəbrin şiddəti, qəbrin əzabı. Həzrət buyurur ki, fəhzəru dayqəhu və dankəhu və zulmətəhu və qurbətə. Onun darlığından, onun məşəqqətindən, onun zülmətindən, onun
qurbətindən, qəribçiliyindən özünüzü qoruyun. Yəni qəbrə girməmiş hazırlığını gör. Ölməmiş ölüm üçün hazırlaş. O qəbrin vəhşətində, zülmətində elə bir mənzərələr olacaq ki, hədislərə insan müraciət eləsə ki, nələr baş verir orada. Handa bir insan olar ki, qəbrin vəhşətindən bir növ desək, qorxmamış olsun. Həzrət buyurur ki, onun qəribçiliyindən, o tənhalıq anı kim var, səni qoyurlar qəbrə. Torpaqla üstüvü örtürlər. O qaranlıq yerdə tək tənha üstüvü örtüb gedirlər. Həmin o zülmətin içərisində, həmin o qəribçilik anında, həmin o məşəqqət içərisində bir anlıq insan özü-özünə təsəvvür eləyəndə canına vəlvələ düşür. Təsəvvür elə, dar bir yerə səni qoyublar, ağzıqda bağlayıblar. Həzrət buyurur ki, həmin andan özünü qoru. İnnəl qəbrə yəqul kullə yevm. Qəbir hər gün xitab eləyir, hər gün deyir ki, ənə beytul qurbə, mən qəribçilik eviyəm. O xitab eləyir, biz eşitmirik. Hər bir insanın məskəni olan qəbr onun üçün xitab eləyir. Mən qəribçilik eviyəm, mən qurbətəm sizin üçün. Ənə beytul turab, mən torpaq eviyəm. Ənə beytul vəhşə, mən vəhşət eviyəm, qorxu eviyəm. Ənə beytul dud vəl həvan, mən sənin bədənivi yiyəcək, parçalayacaq həmin o qurdların olduğu yerəm. Həzrət Əmir əl-Müminin əleyhissalam buyurur ki, elə ki, mömin bəndə dünyasını dəyişər, onu apararlar dəfn eləməyə, həmin o qəbir deyər ki, xoş gəlmisən, səfa gətirmisən. Həqiqətən, mən səni sevirəm, sən mənim üzərimdə də gəzəndə səni sevirdim. Elə ki, kafir bəndə dünyasını dəyişər, onu apararlar torpağa qoymağa, qəbr ona xitab eləyər ki, nə xoş gəlmisən, nə də səfa gətirmisən. Səndən mənim üzərimdə gəzəndə də acığım gəlirdi, indi də acığım gəlir. Gəl mənə hələ gör səni neynirəm. Əli əleyhissalam buyurur ki, o kafiri qəbrə qoyanda onu elə sıxar, qabırğaları biri-birinə dolaşar. Əli əleyhissalam buyurur ki, həmin günün vəhşətindən o gün yetişməmiş hazırlıq görün, azuqə toplayın. Ki sizin zəif bədənləriniz, rəqiq yəni zəif, xəfif, yüngül. Sizin bu zərif bədənləriniz, zəif bədənləriniz həmin o qəbrin şiddətinə dözməyəcək, ölümün şiddətinə dözməyəcək. Nə qədər sağsınız, ona hazırlıq görün. Qarşıdan həmin günə hazırlıq görmək üçün Allah-ı Teala'nın bizim üçün sərmayə qərar verdiyi, hədiyyə elədiyi, işimizi yüngülləşdirdiyi mübarək bir ay gəlir. Həmin qəbrə, ölümə, qəbirdən qaldırılacağımız günə, qiyamət gününə hazırlaşmaq üçün Allah bizim üçün səbəblər cəmləyib. Bəhanələr hazırlayıb, ixtiyarımızda qoyub ki, bunlardan istifadə elə, elədiyin xətaları, günahları əfv eləyim. Hüzuruma gələndə bağışlanmış halda gəlir. Onlardan biri 2 və ya 3 gün sonra daxil olacaq Rəcəb ayıdır. Salavat şişirə Peyğəmbər və Ali Peyğəmbər. Allahümme salli ala Muhammed Ali Muhammed. Allah-u Teala'nın mübarək aylarından biri. Həzrəti Peyğəmbər Əkrəm Rəcəb ayının barəsində buyurur ki, Rəcəbun şəhrullahul əsəb. Rəcəb Allahın rəhmətinin bol-bol nazil olduğu, yağdığı aydır. Allahın ayıdır. Və Şəabanu şəhri və Şəaban mənim ayımdır. Və Ramazanu şəhru ümməti və Ramazan mənim ümmətimin ayıdır. Həzrəti İmam Musa Kazım əleyhissalam Rəcəb ayının barəsində buyurur ki, Rəcəb ayı bağışlanma ayıdır. Bu ayda insan özünü Allaha bağışlada bilməsə, bədbəxt adamdır. Baxın, Rəcəb ayından Ramazan ayının axırına qədər 90 gün nəfəslərin, etdiyin ibadətlərin artıqlaması ilə hesablandığı gündür. İlin 1/4 düşür də təqribən.
Ramazan ayının axırında İmam əleyhissalam buyurur ki, İmam Sadiq əleyhissalam, bu ayda, Ramazan ayı barəsində deyir, bu ayda bağışlananın necə bağışlanmağı təəccüblü deyil. Bu insan o rəhmətin yiyəsi Allahı dərk eləsə, bilər ki, onun üçün bağışlamaq asan bir şeydir. Nə qədər böyük günah eləyə ki, Allahın mərhəməti bunun günahını bağışlamağa bəs eləməyə. Həzrət buyurur ki, bağışlananın necə bağışlandığı təəccüblü deyil. Təəccüblü odur ki, bağışlanmayan necə bağışlanmır. Yəni, nə oldu ki, nə qədər bədbəxt oldun ki, Ramazan ayı qurtardı, sən özünü bağışlada bilmədin. O rəhmət yiyəsinə sən özünü bağışlada bilmədin. Rəcəb ayından hesablasaq 90 gün müddətində Allah bizim üçün fürsət verir. Etdiyimiz ibadətləri artıqlamasınla bizdən qəbul. Adi vaxtda elədiyin bir əməli səndən artıqlamasınla qəbul. Elə bil, bir eləmisənsə 2 yazır. Bir eləmisənsə 10 yazır. Etdiyin tövbələri, məğfirəti sənin üçün geninə, boluna bağışlamaqla şamil edir. Həzrət İmam Musa Kazım əleyhissalam buyurur ki, Rəcəbun şəhrun azim. Rəcəb əzəmətli bir aydır. Yudaifullaha fihi, o yudaifullahu fihil həsənat. Allah bu ayda həsənələri artırır. Yəni, elədiyin hər bir xeyr əməli artıqlamasınla əməl dəftəri yazır. Və yəmhu fihis səyyiat. Və çirkinlikləri, günahları, pis əməlləri bu ayda bağışlayır. Bir insan bədbəxtdir də Rəcəb ayından Ramazan ayının axırına qədər hər bir əməlinin artıqlamasıyla əməlnaməsinə yazıldığı halda özünü Allah dərgahında bağışlada bilməsin. İmam Musa Kazım əleyhissalam Rəcəb ayını bizə bağışlanma ayı kimi təqdim eləyir. İmam Sadiq əleyhissalam bu ayı bizə tövbə ayı kimi təqdim eləyir. Həzrət buyurur ki, İnnəlləhə təbarəkə və təala nada fis-səmais sabi'ə fi kulli leylətin min rəcəb. Allah-u Müteal 7-ci səmada Rəcəb ayının hər gecəsində xitab eləyər. Yəni, Allah-u Mütealın xitabı bəndələrinə yetişər. Tuba liz-zakirin, tuba lit-tayi'in. Xoş olsun bu ayda zikr edənlərin halına, xoş olsun bu ayda itaət edən, tövbə edən bəndələrin halına. Ki bu ay Allah-u Mütealın huzurunda tövbə ayıdır, günahların bağışlanması ayıdır. Rəcəb ayında Allah-u Müteal bizlər üçün geniş bir sərmayə qərar verir. İstiğfar eləməklə bağışlanmağa nail ola bilərsən. Orucunu Allah sənin üçün başqa vaxtların orucundan daha dəyərli bilir. Həzrət buyurur ki, İmam Baqir əleyhissalam, Mən sâmə yevmən min rəcəbin, kânə bə'idən ənin-nâr məsirətə sənə. Hər kim Rəcəb ayında bir gün oruç tutsa, bir gün, bu ayın tamamını oruç tutmaq müstəhəbdir. Amma hamısını tuta bilməyən nə qədər bacarsa çoxundan o qədər tutsun. Heç olmasa əvvəlindən, ortasından, axırından tutsun. Onları da tuta bilməsə əlamətlər günlərində, məsələn, hər bir ayın 13, 14, 15-ci günləri oruç tutmaq müstəhəbdir. Əyyamul beyz deyilən günləri oruç tutmaq müstəhəbdir. Hətta 3 günü belə tuta bilməsə, bir gün deyir hər kim oruç tutsa, cəhənnəm odu ilə onun arasında 1 illik məsafə olar. İndi bu 1 il məsafə dünya ili iləndir, axirət ili iləndir, onu bilmirik. Əgəllən ki, insan o cəhənnəmin şiddətini görsə, onun vəhşətini görsə, 1 il yox, 1 günü də, 1 saatı da özü üçün qənaət biləcək. Həzrət buyurur ki, Rəcəb ayının orucu fəzilətlidir. Hər kim bacarsa, bu ayda heç olmasa bir günü oruç tutsun. Eyni zamanda İmam Sadiq əleyhissalam buyurur ki, Mən qalə fi rəcəbin əstəğfirullaha və ətubu ileyh 100 mərrə. Hər kim Rəcəb ayında Allahdan məğfirət diləyirəm və ona qarşı qayıdıram, tövbə edirəm deyə 100 dəfə zikr etsə,
xətəməhə bis sədəqə və həmin bu zikri sədəqə ilə tamamlasa, xətəməllahu ləhu bir rəhməti vəl məğfirə. Allahum Teal həmin ayı onun üçün rəhmət və məğfirətlə tamamlayar. Bu ayda 100 dəfə istiğfar elə. Müstəhəbbi zikirləri var, müstəhəbbi duaları var. Məfatihul Cinan kitabına müraciət eləyin. Orada hər ayın əməlləri var, Rəcəb ayının da əməlləri həmçinin. 70 dəfə istiğfar eləmək, 100 dəfə istiğfar eləmək, müxtəlif sözlərlə istiğfarlar gəlir. Duaları var. Ya mən ərcuhu li kulli xeyr və amənu səxətəhu ində kulli şər. Rəcəb ayında həmişə namazdan sonra oxunan dua və s. və ilaxır. Həzrət buyurur ki, hər kim Rəcəb ayında 100 dəfə istiğfar eləsə, o bağışlanma diləməkdən də sonra sədəqə versə, Allah həmin ayı onun üçün rəhmət və məğfirətlə sonlandırar. Bu və bu qəbildən olan rəvayətlər kifayət qədərdir. Kim necə istifadə eləyəcək, öz fərasətinə qalır. Ki, ömür anba-an gedir, ölüm yaxınlaşır, qəbrə tərəf sürətlə addımlayırıq. Həmin ana azuqa toplamaq üçün qarşıda 2-3 gündən sonra Allahın rəhmət ayı gəlir. Bu günlərdən istifadə eləmək hər birimiz üçün inşallah layiqincə istifadə eləmək nəsib olsun. Allaha and verək izzətinə, cəlalına, əzəmətinə. Ömrümüzün qalan hissəsini bizim üçün bərəkətli qərar versin. Amin. Bu 3 ayı, Rəcəb, Şaban, Ramazan ayının ibadətlərini bizlərə nəsib eləsin. Allahın verək izzətinə, cəlalına, Peyğəmbər və əhl-i beytinin hörmətinə, bizi dünya və axirət Muhammed və Ali Muhammeddən ayrı salmasın. Allahum Teala onların məhəbbətlərini qəlblərimizdə daimi, sərmədi, əbədi qərar versin. Bizi dünya və axirətdə onların kölgəsində qərar versin. Allahın verək izzəti cəlalına, bizi əhl-i beyt məhəbbəti ilə böyüdən valideynlərimizin dünyadan köçənlərini qəriqi rəhmət eləsin. Qalanlarının ömürlərini bərəkətli eləsin. Hidayət olmamışları hidayət eləsin. Hidayət olmuşların imanını kamil eləsin. Boynumuzda haqqı olan insanların haqqını ödəməyi bizə nəsib eləsin. Məxsusən alimlər, ustadlarımız, müəllimlərimiz üçün əziyyət çəkiblər, elm öyrədiblər. Bizdən əvvəlki nəsillər üçün bu dini məzhəbin haqq olaraq bizə gəlib yetişməsində əziyyət çəkiblər. Allahum Teal onların dünyadan köçənlərini qəriqi rəhmət eləsin, qalanlarının ömrünü bərəkətli eləsin, kölgələrini daimi eləsin. Allahın verək izzət-i cəlalına bu dinin yükünü çiynində daşıyan alimlərimizi öz hifzində qərar versin, onları düşmənin, şeytanın, nəfs-i əmmarənin şərrindən amanda qərar versin. O elm tələbələri ki, əhl-i beyt məarifini öyrənirlər və insanlara öyrədirlər. Allahum Teala onları elmdə və salih əməldə müvəffəq eləsin. Yerin, göyün bəlasından hifz eləsin. Allahın verək izzətinə, cəlalına, barəmizdə xeyr tədbir görsün. Ruzumuzu bol, bərəkətli, halaldan qərar versin. Allahın verə izzəti cəlalına hər kimin nə müşkülü var, çətinliyi var, öz qüdrət əli ilə həll eləsin. Hacəti olanların hacətlərini tezliklə rəva eləsin. Xəstəsi olanların xəstəsinə acil şəfa inayət eləsin. Allahın verə izzətinə, cəlalına, barəmizdə nə xeyirlidirsə, Allah bizim üçün qərar versin, nə zərərlidirsə şərrini bizlərdən dəf eləsin. O insanlar ki, müsəlmanların, İslamın, dinin izzətini qorumaq üçün öz canlarını, mallarını fəda eləyirlər. Müsəlmanların ismətini, namusunu qoruyurlar. Allahın verək izzətinə, cəlalına, dünyadan köçənlərini qəriqi rəhmət eləsin. Qalanlarının qədəmlərini sabit eləsin. Düşmən qarşısında qəlblərini dəyanətli eləsin. Allahın verək izzəti cəlalına, İslam düşmənlərini tezliklə məhv-i nabud eləsin. Allahın verək izzətinə, cəlalına,
vətənimizin sərhədlərini qoruyan əsgərlərimizi öz qüdrət əli ilə hifz eləsin. Tezliklə onları öz ailələrinin içərisinə sağ-salim qayıtmaqlarını təmin eləsin. Allahum Teala şəhidlərimizi qəriq rəhmət eləsin. Onları İmam Hüseyin əleyhissalamla məşhur və məhşur eləsin. Yaralılarımıza acil şəfa inayət eləsin. Allahın verə izzəti cəlalına zəmanəmizin sahibi, ağamız, mövlamız, imamımız, Həzrət Hüccət İbn Həsən İmam Zaman Əcəlallahu Teala Fərəcəhü Şərifin zuhurunda təcil eləsin. O ağanın zuhuru ilə yer üzərində ədaləti bərqərar eləsin. Bizi o Həzrətin xidmətində müvəffəq və müəyyəd olanlardan qərar versin. Peyğəmbər və ali Peyğəmbərə salavat hədiyyə elə. Allahümmə salli